Xameneyi farsdır, Azərbaycanlıların düşmənidir. Hər kim Azərbaycan dilində İranda danışırsa, ya həbs olunur, ya da edam olunur. Azərbaycan dilində İranda danışmaq qadağandır. Bu barədə bütün sənədləri tapdım. Məndən də salam getirin Təbrizlər və Azərbaycanlıların. Azərbaycan oyaqdır, inqilaba dayaqdır. Biz iftixar ilə Türk'ük, vəfanı atmamışıq. Vilayət eşqini biz tac o təxtə satmamışıq. Xamnə mənə şəhri xatirətdir. 1352'də mən özüm getdim elə o məhəlliyə və o küçəyə, Məhəllə-i Xiyaban və Qarabağlar küçəsi gedib axtarıb ata-babanın evinin qapısını tapıb və ziyarət eləmişəm. Salam ola sənə, Zəhra balası, mehribanım. Salam Həzrəti Ağa, başuza mən dolanım. Qoyun cümlə tamam olsun. Arz edirəm İran-ı İslami'də Fars da Türk kimin, Türk de Fars kimin, hamı İranidir, Müslümandır, birbiriyle kardeştir. Ay battı, subh açıldı, Zeynep Neva'ya geldi. Zəhra dedi Hüseyin vay. Ağacan vilayət ölkəsinin sən vilayı rəhbərisən. Sözündə şükuh-i mürtəzəvi var sözündə. Heydərisən. Ne var ne yok. Salam ağacım. Selamünaleyküm. Mən Üstad Kəlamın icazəsindən dostlarımın da salamını yetirirəm sizin xidmətinizə. Aleyküm ve aleyhimussalam. Benden de onlara selam getirin. Hətmən çək. Maşallah. Hazreti Ağa sənə qurban olum biz müridik şu hədaya. Dünya qəza və qədər ölüm itimdi. Dünya boyu oğulsuzdi, yetimdi. Kərbəlaya baş vuraq, ondan gedək Qodsiyalaq. Mən deməzlə mən o gündən inandım ki. Mən niyə yazmışsınız? Selamünaleyküm. Salam. Əhvac yaxşıdır. Təşəkkür. Yaxşıdır inşallah. Sen necəsən? Allah sizə var olsun, düşmənləriniz xar olsun. Hardan gelmişsin? Təbriz. Təbrizdən? Bəli. Xeyli xoş. Təbrizdə olasan? Bəli, Təbrizdə olur. Maşallah. Sen harda canbaz olmuşsun? Mən Kürdistanda təxribçiydim, əlimdə Minnur Həcroğlu. Əcəb. Gözündü və əlində. Bəli, təxliyə olubdu əldəki. Maşallah. Təqdim edirəm ki, qəbul olsun inşallah. Dua edin, qəbul olsun inşallah. Allah inşallah əvəzə xeyir versin sənə. Təşəkkür, salam. Muvaffaq Dua olasın. edin inşallah. Bu inqilabi əyad üstə saxlayan qandı. Qəsəm Səlim oxuyan Zeynəbə qəm aşığı yox. Müdafiə hərəmuq, qanlı pərçəm aşığı yox. Bu yolda nə əsəruq, nə batıb, nə solluq biz. Sənə qiyamətəcən Hacı Qasım olluq biz. Nədəndir bu qorxu? Gər bu şərqin qorxusu, gər bu şərqin qorxusu, dünyada bu ünvandadır, Seytəsən Lobnandadır, Fərmandakı İrandadır. Sen Türksen yaparsan. Ac qalaq dünyada, əmma zalimə baş. Dua okudum. Buyurun hocam. Beyin, dua okudum da. Ta nəfəs var təndə biz, Seyyid Əli Sərbaziyə. Başda məqam-ı məzəm rəhbərimiz olmaqla hamını salamlayıram və öz təşəkkürlərimi bildirirəm rəhbərimə ki, bizi burada qəbul edib. Öz sözlərimə başlamadan əvvəl, şeirimə başlamadan əvvəl rəhbərimə salamlarını gətirmişəm Azərbaycanlıların, məxsusən möminlərin. Xahiş elədilər rəhbərimiz bizi dua eləsin inşallah. İnşallah dua ederim inşallah. Allah inşallah tək deməyəcəm. İnşallah siz dua edin, Allah eşidəcək səsinizi. Bir də ki, vilayət xəttinə çox hücumlar olur Azərbaycanda bəzi qruplar tərəfindən. Əmin olun ki, biz onların qarşısındayıq inşallah. Və xahiş edirəm məni də, ailəmi də dua eləyəsiniz. Hətmən inşallah. İnşallah İmam Zaman ağaya yaxşı nökər olaq.
İnşallah, inşallah. Bir də sizdən təbərrük istəyərəm mümkünsüz. Çünki bizim sizə sevgimiz də çoxdur, həsrətimiz də çoxdur. Mübarək əlləri qalxız, bizi dua eyle. Dua buyur, çəmən eşqə ruhu can gəlsin. Zuhurə hazır olaq, sahibə zaman gəlsin. Bu sənədlər hər şeyi alt üst etdi. Xamenei ağanın ermənilərlə yardımı ilə bağlı post paylaşdım. Instagram və TikTokda 1 milyon yarım baxış gəldi. Sən də bu postu bəyən, kayd et, rəy yaz, story elə, statusuna qoy. Qoy bütün Azərbaycan xalqı xəbərdar olsun.